Hamını salamlayıram uşaq. Əvvəla deyim, Xorvatiya və İtaliya məğlubiyyətindən sonra öz meydançamızda sabah Norveç yığmasına qarşılaşacaq. Və Norveç yığması haqqında çox danışmağa ehtiyac duymuram. Onlar nə qədər çətin, nə qədər güclü rəqib olduğunu biz anlayırıq. Və bizə çalışacağıq ki, sabahki oyunda yaxşı oyun göstərək, yaxşı nəticə əldə eləməyə ümid bəsləyir. Əlbəttə ki, bilirik ki, bu ilin axırıncı oyunudur və öz meydançamızda, öz azarkeşlərin qarşısına çıxış edəcək. Ona görə sabahki oyuna futbolçular da məsələyə ümidlə baxır və bizim futbolçulara olan inanımız çoxdur və onlardan sabahki oyunda da çox şey gözləyir. Əlbəttiniz xeyr. Biz də demək olar ki, 10 gündür toplanışlar, 10 gündən çoxdur. Həqiqətən çox ciddi hazırlaşmışıq. Demək olar ki, məşqlərdə də çox sərliyinə hazırlaşırıq, çox sərli hazırlaşırıq. Yaşı məşqlər keçmişik. Uşaqlarda da inanımlar, böyük inam hissi olunur, atmosfer, komandanın içində olan bir oyun çıxırmaya bunu istəyən olur. Həqiqətən sabah bizim üçün çox vacib oyundur, son oyunlardakı nəticələr baxımından demək olar ki, bu oyuna həqiqətən çox ürəkli hazırlaşır. Biz çalışacağıq ki, sabah azarkeşlərimizi, doğma meydansında azarkeşlərimizi sevindirək. Sual, buyurun. Xahiş edər mikrofonu istifadə edir. Sağ olun, Elbaz. Mahmud bəy, milli komandanın baş məşqi postunda belə deyək də müvəqqəti olmaq, əvəz edici kimi iştirak eləmək sizdə necə bir his yaradır? Bu sizin üçün rahatlıqdırmı, yoxsa əksinə özünü sübut eləmək üçün bir şansdırmı? Yəni sabahki oyunda siz məsuliyyətdən bir balaca kənar şəxs kimi görürsünüz. Belə mi fikirləşirsiniz, yoxsa əksinə düşünürsünüz ki, bəlkə də bir şanslar bizə keçib bundan yaxşı istifadə edəsiniz? Olur, mən bunu belə deyərdim, fərqli bir şans kimi qiymətləndirməzdir, buna fərqli yanaşmazdır. Çünki bu milli yığma komandasıdır və mən milli komandanın məşqçisiyəm. Yenə də özümü belə istəyirəm, ola bilər bir oyuna görə həvalə olunub bu oyun. Ancaq məndə məsuliyyət hissi həmişə kimi, necə ki, futbolçularda başqa bizim məşqçi heyətində var, məndə də var. Məndə arxayınçilik yoxdur, baş məşqçimiz yoxdur. Amma ki, məsuliyyət, bu məsuliyyəti, oyunun məsuliyyəti ağırdır. Yəni, deyəlim ki, işlər asan deyil. Amma ki, yenə deyirəm, burada belə bir şey yoxdur. Yəni, mən yığmalı məşqçi kimi oyunu hazırlaşırım. Bizim yığma adətən, Sərxan Mustafa futbolcusu belədir. Bizim yığma adətən hər disiplinə ən azı bir sensasiya gerçəkləşdirir, yəni bir iddialı rəqib bildirir. Deyək ki, sabah Norveçə qalib gəldik. Bunu ən azı disiplin sonuna kimi, postunuza qalmağa, öz haqqınız kimi tələb edəcəksiniz. Valla bu sualı qabaqcadan, yəni sabahki oyunu proqnoz vermək düzgün çıxmaz və bu suala cavab vermək çox tezdir. Çünki bizim sabah qarşıda çətin oyunumuz var və gələcək üçün Sinandona məğlubiyyəti, yəni baş məqsəd axtarışı gedir. Amma bizim əsas vəzifəmiz, bizim əsas vəzifə məqsədimiz sabahki oyunda yaxşı oynayıb, yaxşı nəticə qazanmaq. Növbəti sual. Müdafiədə sol cinahında oyuncular çağırmamış, Budaqyalda olan bir yer almayıb. Yəni müdafiənin sol cinahı məlumdur ki, bu yer alacaq. Hər halda sağ cinahdan maksimum bir yer almalı. Yoxsa başqa bir variant var mı? Bizdə sol cinaha Maksim Medvedev oynaya bilər, Tərlan oynaya bilər. Yəni ki, düşünürəm ki, sol cinahda kim oynayacağı sabah bilinəcək, amma ki, belə bir problem görmür. Abdurrahmanoğlu şey Xəzər televiziyası Mahmud bəy, öncə uğurlar arzulayıram komandamıza, bizimizə. Həqiqətən də 3 oyunda məğlubiyyət böyük bir ağır bir zərbədir komandamız üçün, ardıcı olaraq.
Həm istərdim Rauf Hocam, həm də siz cavabdınız. Komandada əhval-ruhiyyə ümumiyyətlə psixoloji durum hansı səviyyədədir? Fizik hazırlıqdan çalayı, bunlar çünki çox mühüm amillərdir. Deyək ki, Fokusun gelişindən sonra necə bir Azərbaycanlı olaraq siz yəqin ki, Norveçi yalnız və yalnız buradan xalq keçirsiniz. Sual göstərirsiniz. Yəni, belə fikirlər sizdə artıq formalaşır və bunun üçün hansı adımlarsa var? Ümumiyyətlə, biz Sabahlarla bağlı nikbin baxırıq Sabah gününə, yəni yenə deyirəm, futbolçularımıza inandırıb və biz də istəyirik ki, Sabah nə qədər də çətin və güclü rəqib olsa, Norveç yığmasını xalsız, belə deyək, azından xalsız yola salmaq istəyirik. Ona görə əhval-ruhiyyəyə gəldikdə isə uşaqlar oyunun məsuliyyətini dərk edirlər və onlar da bilirlər ki, Sabah nə gözləyir, necə onu gözləyir. Ona görə də əhval-ruhiyyə deyərdim ki, yaxşıdır və uşaqlar belə deyək, sabahki oyuna düşünürəm ki, hazırdılar. Növbət sual. I have a question for the player. What is the difference between playing under the former coach and the new one? And also a question for the coach. What do you make of Norway maybe playing with the 15-year-old Martin Ødegaard? Sorry, second question. Norway might going to play with one player that is 15-year-old Martin Ødegaard. What does he know about him? İlk sual olmuşa dedik ki, nə fərq görürsünüz köçmüş məşqçi ilə millinin və indiki məşqçi? Fərq var millidə. Baş məşqçi dedik ki, bilirsiniz ki, Norveç komandasında 15 yaşlı bir oyuncu. Necəsiz, millət ona xəbəriniz var mı? Xəbərimiz var, əlbəttə ki, analiz eləmişim Norveç olmasını və onlarda kimlərin oynamağı və kimlərin necə olduğunu biləcək. He said, yes, we know, the head coach knows about this 15 years old players. For sure, we analyze the game of Norway team and we know weak and strong side of the team and know who and which years old players are going to play against us tomorrow. Əlbəttə, komanda yenilməsi görəndə fərqli olur. Yəni, fərqli var. Yes, for sure there is a difference. When the new coach, especially the local coach, comes to the steering wheel of the national team. Düzdür, biz adətən belə məlumatdır ki, Skandinav komandalara atletik futbol olur, amma biz hazırki Norveçdə bir fərqli oyun tərzi görürük, yəni sürətli və mərkəzdən qurulan hücumlar var. Siz hansı, rəqibin hansı belə deyək, tip hücumlarına qarşı hazırlaşmışsınız, yəni atletik futbol yoxsa mərkəzdən qurulan hücumlar nedir? Biz Norveç yığmasının oyunlara baxmış və görmüşük ki, onlar 10 il bundan qabaq oynadığı futboldan fərqli futbol oynayırlar. Yəni uzun ötürmələrdən istifadə edən çox əks hücumda daha güclüdürlər, çox hərəkətlidirlər, yaxşı oyuncuları var ki, top saxlaya bilirlər, hücum qura bilirlər. Biz ancaq ümid edirik mübarizə aparmaq və kollektiv oyun nümayiş etdirmək. Question for the coach. Who do you reckon as Norway's most dangerous players? Norveç millide hazırda hansı ən təhlükəli oyuncu deyərsiniz? Hazırki heyətdə. Hazırki heyətdə biz zədəli oyuncular var, hücumçu kimi. Mən deyərdim ki, onların hər mövqedə təhlükəli oyuncular var, həm 20 nömrələri var, deyil, 15 nömrələri var, kapitanları. Hansı ki, təhlükəli oyuncular. Ancaq bunlar. Hücumda var, onun nömrələri eləyən birisi var ki, o da bizim müdafiəçilər üçün baş ağrısı ola bilər. He said, I know that there are some losses in the squad of Norway team. We know that the King is not going to play against us. He said that in general, Norway team has a very strong player in each line of the team. He said that we know the captain is a very strong player, number 15. And we know that it's number 10, it can be very dangerous for our defense from Norway team. Buyursa. Sərdən Şoyuzun Azərbaycan kanalı. Mən əvvəlcə sizə çox böyük uğurlar arzulayıram qarşıdakı mənlərdə. Sualım bundan ibarətdir ki, məşqçi var, məsəl üçün futbolçuya
tam sərbəstçiliyi verir meydanda. Məşqçilər var ki, taktiki tapşırıqdan bir damcıda qırağa çıxmağa imkan vermir. Azərbaycan futbolçularının mentaliteti belədir ki, daha çox sərbəstliyə biraz meyillidirlər. Siz necə düşünürsünüz? Sabahki oyunda sırf taktiki tapşırıqlar hesabına nəsə əldə etmək var, yoxsa futbolçulara az da olsa sərbəstçiliyi vermək var? Hər futbolçunun da sözsüz gözünün bir fantaziyası var, bir oyuncusu var. Necə düşünürsünüz? Sabahki oyunda bunların hansı bizə daha çox kömək ola bilər? Mən düşünürəm ki, müdafiədə və yarım müdafiədə yəni ki, taktiki baxımdan düzgün oynamaq lazımdır. Hücumda rəqibin cərimə meydançasına yaxın, əlbəttə ki, orada hücuma meyilli oyuncular sərbəst oynamalıdır və onların həmin vaxt nə qərar verməklərindən asılı olacaq. Buyursun. Cənab Şəhzadə, ATV kanalı. İki sualım var. Birinci sual baxımdadır ki, bu oyun komanda hazırlığını müqayisə etsək və ki, komandanın seviyəsini müqayisə etsək, indiki birlik komanda məsələn özünün çıxış etdiyi Azərbaycan birisi nə dərəcədə fərq var, hansı daha güclüdür? Və Raufdan soruşmaq istəyirəm ki, belə bir fikirdə söylənir mətbuatda ki, bu oyundan birlik komandanın sən də Azərbaycanlı məşqçilərin gücünü göstərməlidir, belə deyək. Və eyni zamanda belə anlarda, yəni baş məşqçi istefaya gelirsə, bu periyod həmişə futbolcular daha yaxşı olur, daha əzmkar olur. Necə ki, meyçilənlər olur, amma belə. Bir olan bu oyuna komandada köklənmə və tam fərq olacaq. Çox sağ olun. Mən müqayisə eləməzdim, çünki illər keçdikcə futbol dəyişir, futbola inkişaf edir günü-gündən və futbolda olan hər zaman öz oyuncuları olur və həmin vaxt millidə çıxış edir. Ona görə bugünkü milli ilə biz oynadığımız dövrdəki millini müqayisə eləmək biraz düzgün çıxmazdır. Deyərdim ki, həqiqətən köklənmə indi daha yaşlıdır uşaqlarda. Həqiqətən çünki biz son nəticədən sonra deməsəm də ki, yəni qələmimizdəki bütün günah futbolçulardadır. Yəni bunu sübut etmək istəyirik. Yəni çünki necə deyim, cəmaatın, yəni dediklərin hamısı mətbuatda gedəndən hamısını izləyirik. Yəni bir ki, hamı deyir ki, məsələn, futbolçuda 50% günah varsa 50% də futbolçulardadır. Amma biz çalışacaq ki, yəni bunu sübut edək. Buyurun. Mahmud bəy, Berlin Fox'un zamanında milliyə dəvət olunan milliləşmiş legionerlər var idi. Ki biz bugün Dimitri Nazarov xaricində olan heç birini görmədik. Bu nəsə xüsusi bir işdir. Bunun səbəbi nədir? Yəni, xüsusi bir səbəb var. Səbəbi deyərdim ki, oyunlarla bağlıdır. Yəni ki, onlar bir müddət yığmaya dəvət alırdı və zəif təsir bağışlayırlar. Bu başqa bir amil yoxdur. Yəni, bugünkü gün biz oyun praktikası çox olan və belə deyək, üzdə olan futbolçuların hamısını yığmışıq. Yəni, bunlara biz güvənib çağırmışıq. Bunlar yenə deyirəm, yığmanın oyuncularıdır, baxmayaraq ki, çağırılmıyorlar və gələcəkdə ola bilər ki, onlar yığmada çıxış edəsinlər. Question for the coach. What do you think is the most popular in Azerbaijan? The Eurovision or the national football team? Ümumiyyətlə, siz necə bilirsiniz? Azərbaycanda nə çox populardır? Eurovision yoxsa Azərbaycan futboldur Azərbaycan milli komandası? Mən inanıram ki, inşallah sabah görsədərik ki, Azərbaycan milli komandası. Tomorrow will show that it's going to be Azerbaijan national team. Buyurun. Mahmud Bey, bizim yığmada, ümumiyyətlə bizim futbolda dayağı müdafiəsi həmişə problemli olur. Yəni, ürəyaçan futbolçuların həm fiziki göstəricilərinə görə, həm də o mövqeyi qorunmağına görə çətin olur yaxtaqmaq Azərbaycan onun üçün. Bu mövqeyə bağlı sual var ki, o çətinliyi əvvəllər daha çox, yəni sana verildiyi müqayisə yığmanın əvvəlki İngilizli forması. Mən bilmək istədim ki, o mövqedə indi daha çox çətinliyimiz var, yoxsa əvvəlki yığmada var. Və sualını konkret verim ki, Qəbələdəki Elvin Camalovun belə deyildi, siz qalsanız gələcəkdə onun milliyə çağırmaq ehtimalı çoxdur, çünki dayağı və müzəffəsində xeyli fəal görülür. O gələcəyin sualıdır. Mən nəzə demək istəyirəm ki, biz sabah yoldaşlıq görüşünə, yəni yoldaşlıq görüşü oynamayacaq. Yoldaşlıq görüşü olsaydı, əlbəttə ki, bir çox perspektivli cavan futbolcular var ki, Azərbaycan çempionatda özlərini yaxşı tərəfdən göstərdilər. Onlar dəvət alardı. Amma sabah bizim oyunumuz güclü bir rəqibə qarşı olacaq. Dayaq yarım müdafiəsinə gəldikdə bizdə hər mövqələrdə problemlərimiz var. Elə mövqələr olur ki, oradakı futbolcular
Bəziləri öz klublarında çıxış eləmir, bəziləri zərdalı olur, bəziləri zərdədən qayıdır. Amma bugünkü gün bizim yığmada kimlər dəvət alıblarsa, mən düşünürəm ki, onlar sabahki oyuna hazırdılar. Eləcə də o mövqedə oynayan futbolcular.